Salam əzizlərimizə, yenə də sizə Xırdalanda ev təqdimatına gəlmişəm. Evimiz Xırdalanda 596 marşrutuna yaxındır. Hətta 119 marşrutuna da Çastada yaxındır. Belə bir həyət hissəsi var gördüyünüz kimi. Evdən də çıxanda marşrutu görürsünüz. Yəni orta yerdədir. Evimiz padvallıdır, kürsülüdür. 4-5 daş daxil olan kimi koridor sistemidir. Burada bir dənə mətbəxidir. Mətbəxə də bir qonaq otağı boydadır həqiqətən. Pəncərəsi öz həyətinə baxır, qoşa daşla gördüyünüz kimi. Çox geniş belə bir mətbəxi var. Yəni bizdə belə evlər az satışa çıxır, gördüyünüz kimi. Belə bir mətbəxi var. Burada isə evimizin bir dənə belə geniş qonaq otağı var, gördüyünüz kimi. Belə bir qonaq otağı var. Həqiqətən də genişdir, pəncərəsi öz həyətinə baxır. Belə evlər satışa bizdə az çıxır. Çıxan kimi də alırlar. Burada da evimizin belə bir yataq otağı. Demək olar ki, bu da qonaq otağı kimidir. Həqiqətən çox genişdir. 4-ün 5-i olar. Yəni çox olar ki, az olmaz gördüyünüz kimi. Evimiz 3 otaqdan ibarətdir. Belə bir otaqdır. Burada evimizin belə bir ikinci yataq otağı. Bu da çox genişdir. Yəni otaqların hamısı böyükdür, balaca deyil gördüyünüz kimi. Evimiz 56.000 manata deyilir. Real alıcı olsa danışmaq olar. Həqiqətən də yerə əladır. Bu da evimizin sanusidir. Gördüyünüz kimi. Gir yaşa ev. Evimiz 56.000 manata deyilir. Real alıcı olsa danışmaq olar. Həqiqətən də yerə əla yerdədir. Marşruta da yaxındır. Gördüyünüz kimi. Evimizin də belə bir kürsüsü var. Gördüyünüz kimi. Kim istərsə mənimlə əlaqə saxlaya bilər. Sağ olun.